8 Mart Dünya Qadın Günü gəlmişkən bəzi düşüncələrimi dostlarımla paylaşmaq istərəm. Beynəlxalq alanda qadın hərəkatının formalaşması, gəlişməsi, onu gətirib İranda məşrutə hərəkatında canlanması və orada türk qadınının ciddi vasitədə rolu məşrutə hərəkatında. Sonra ikinci geniş aşamada qadınların böyük rolu milli hökumətin birlik devrində və orada qanuni bir mövqe və gəlişmələr qazanma. Sonra o qanuni gəlişmələr qazanma Azərbaycan Milli Hökumətinin devrində İran dövlətinə təsir etmə və orada o gəlişmələr qəbul olunması bu günün söz konusu olmaq istəmirəm. İstəyirəm qadın günü gəlmişkən bir düşünək ki, qadıncıl düşünmə ilə kişisel ideolojilerin birbirinin yanına koyanda hangisi bizim xalqımızın milli demokratik hərəkatına müsbət etkilər bağışlaya bilər? Geçən 30 ilə yaxın milli mücadiləyə baxanda görürük ki, kişisel ideolojiler, hətta kişisel şiddət dil baxımından, əsəbiyyət dil baxımından, hətta ideoloji belə, nasyonalist ideolojiler bizim hərəkatımıza geçmişdə bu anlayış daha çox qələbəsi var. Hərəkatın içine baxanda kəmmi baxımından qadınların və kişilərin iştirakına baxdıqda da bunu qəşəng başa düşmək olar. Baxmayaraq ki, ümumiyyətdə Orta Doğu toplumları geriyə qalmış toplumlardılar və ümumən kişisel toplumlardılar. Amma biz bir zamanda dururuq ki, seçim qarşısındayıq. Geçən 30 ildə bizim hərəkatımız içində kişisel anlayış, hətta davranış və hətta ideolojik baxış belə bizim hərəkatımıza məncə lazımi qədər güc verməyib. Hətta bəzən onun gücünü də alıb. Məsələn, baxaq nasyonalisti baxışa. Nifrət söyləminin qaldırılmasına başqa millətlərə qarşı. Hətta ırqçılıq belə elementləri olanın içində, görüntüsü, şüarların içində, çox mənfi, dəf edici şüarlar olanın içində daha aşkarca görmək olur. Düşünürəm ki, əgər hərəkatımız bir modern baxış açısına, bir demokratik gözlüyə sahib olmasa, düşüncə tərzini bir modern düşüncə və ideolojini seçməsə, bu günün əhvalatı ilə, harmonisi ilə, dili ilə, ədəbiyyatı ilə, modern dünyanın dil və ədəbiyyatı ilə yaxınlaşmasa, bizim hərəkatın gələcəyi çox da ışıq gələcək olmayacaq. Hətta bu ışıq olmamağına bir nədən, bir dəlil, hətta bir subut geçən 20 ili göstərə bilərəm. Hərəkat əvvəl aşamada daha çox geniş vasitədə topluma yayılmaqda, dərgilər çıxmaqda, meydani hərəkətlər, dərgilər yayılmada görürdük. İndi son aşamada bunların hamısının zəifləmə halını görürük. Dərnəklər yoxdur, dərgilər daha yayılmış. Hətta, yəni bunu deyirəm yalnız içəri söz deyil, yəni eşi ilə içərini hər ikisini də nəzərdə alıram deyirəm. Toplumsal hərəkətlər, bir yerə yığışmalar, mübahisələr, əncümənlər, seminarların qoyulması azalmışdır. Niyə? Kimsə soruşmur ki, nə üçün bizim geçən 20 ildə dalıya oturmuşuq? Yəni qabağa getmək yerinə, gəlişmə və yayılmaq yerinə bu qədər az hərəkət olur və bu qədər qorxu yayılıb, bu qədər şübhə yayılıb aramızda, bu qədər insanlarımız arasında ara düşüb, hətta belə təşkilatlarımızın arasında fasilə açılıb, ara verilib. Nə üçün? Mənim cavabım ona kişisel düşünmə, geri qalmış kültür, əsəbiyyət rəftarlarda və dildə, şiddət, əsəbiyyət və davranışda, dildə və davranışda, hətta o ideoloji seçimdə, yəni nasyonalisti ideoloji. Yəni bugün bu modern dünyanın, demokratik dünyanın gözlüyünün dalısından baxanda ən geriyə qalmış ideolojilərdən sayılır. Bu toplumlarda hətta bir nasyonalist hərəkatı və ya bir təşkilat formalaşanda bu toplumlarda qınanan bir təşkilatlar hesab olurlar. Bizim hərəkata gəldikdə bu kişisel düşüncə və davranış, ideolojik, kültür, mədəniyyət və davranış adını çəkdim. Onlar bizim üçün problemdir. Qadın günü gəldikdə mən baxış açımdan biz hərəkatımızı kişisellikdən qadıncıl bir modelə,
qadıncıl bir düşüncə və anlayışa qovuşturmamız bizim hərəkatımız üçün bir qurtuluş, bir açılış, bir yayılma planı kimi sayılır. Məncə qadın hərəkatının, qadın gününü biz bu açıdan dəyərləndirməliyik ki, əgərsə bizim aktivistlərimizin düşüncə tərzi, baxış açısı qadıncıl olursa, qadıncıl anlayışla olursa, necə edə bilər bizə təsir etsin? Yəni qadıncıl dediyində o qarşıt şiddət, əsəbiyyət, reaksiya, nasionalizmin qarşısında dayanan nə olacaq? Eşitlik, bərabərlik, ədalət, insancılıq, yaradıcılıq və ən önəmi modern baxış açısı və kürəsəl düşünərək qadın hərəkatında eşitliyə onu yerəl, yəni Azərbaycanda və İranda Türk qadınlarının və Türk hərəkatının içində yerləşdirməyimiz, onu modernləşdirmə, düşüncə açısından və davranış açısından yeniləmə, modernləşmədir. Eyni halda ki, bizim toplumumuzun ən zəruri işləniləndir qadıncıl düşüncə və qadın kişi eşitliyi. Eyni halda ki, bunu gerçəkləşdiririk. Eyni halda o ədəbiyyatından bir yeni mədəniyyət hərəkatımıza qazandırırıq ki, insanlarımızın bu tərzli düşüncəsi, yəni modern, demokratik, insancıl və ədalətpərvər düşüncəsi istər-istəməz bizim öz toplumumuzda tərəfdar daha çox tapar. Qadınlarımızın içində, anaların içində, qızlarımızın içində. Yəni hiss əmniyyət elərlər, rahatlıq hiss elərlər, hərəkata qarışarlar, hərəkatı özlərindən bilərlər və o qatılma ilə yəqin ki, qızların və qadınların və anaların qatılmağı ilə gənclərin, oğlanların və kişilərin ailədə qatılması bu hərəkata daha çox yüngülləşər. Yəni bir fəzada, bir atmosferdə ki, ağır fəza var, ağır dil var, şiddət var, əsəbiyyət var. Çox normaldır ki, qızlar və qadınlar o çevrədən uzaqda gəlsinlər. Amma əgər o çevrə, deyək, milli hərəkatın aktivistlərində çevrə əgər mədəniyyəti, qadıncıl bir mədəniyyət ola, qadıncıl bir dil və ədəbiyyat ola, modern dil və demokratik ədəbiyyat ola, o qızlar və o qadınlar o çevrədə daha rahat hiss edərlər özlərini, daha özlərindən bilərlər və daha ona qatışmağa özən göstərərlər. Ona görə biz hərəkatımızı bu aşamada, yəni 8 mart gəldikdə bunu deyirəm, bizim hərəkatımız əgərsə bu kişisel düşüncə və davranış tərzindən qadıncıl düşüncə və davranış tərzinə dönə bilməsə, yəni yayılmasa bu fikir, bu əndişə, məncə biz gəlişmə açısından, topluma yayılma açısından bu hərəkatın problemlə qarşı-qarşıya dura bilər. Bir tərəfdən biz gələcək yaratdığımız toplum demokratik, feministik və modern toplum yaratmaq istəmirikmi? Eyni halda istəmirikmi ki, bu hərəkatımızın güclənməsinə bir fəza, düşüncə və davranış və mədəniyyəti yaransın ki, tək-tək toplum, yəni Türk toplumundan qızlar və qadınlar və kişilər və oğlanlar bu işin içine qarışsınlar və bu vasitə ilə hərəkəti gücləndirsinlər. Bu, indi bizim yalnız və yalnız yolumuz 8 mart gəlmişkən, Türklərin Milli Demokratik Hərəkatı İran səviyyəsində, yalnız Azərbaycan deyil, İran səviyyəsində dil və ədəbiyyat cəhətindən və düşüncə tərzindən qadıncıl gözlüyü dalısından görməsi və modern baxması həm içimizdə gəlişməyə və yayınmağa və həm eşiyimizdə başqa xalqların yanında sempati qazanmağa çox ciddi rol oynamağını düşünürəm. Ona görə buna düşünməyimiz lazımdır. Qadınlarımız, xüsusən qadınlarımız hərəkatın içində düşünsünlər ki, necə qadıncıl bir baxış açısını, düşüncə tərzin, mədəniyyətin və davranış tərzini bizim hərəkatın içində, Türk Milli Demokratik Hərəkatın içində yaya bilər. Ən düzgünü belə olar ki, biz özümüzdən başlayaq. Yəni Azərbaycan Demokratik Birliyində bu düşüncəni bəsləyək, yazaq, düşünək və onu əmələ keçirək. İnanıram ki, toplumumuzda bu zərfiyyət, bu istedad vardır ki, bu düşüncə tərzini və bu davranış tərzini çox sürətlə qəbul etsin, çox sürətlə cəzb etsin və bu vasitə ilə biz Türk Milli Demokratik Hərəkatını geniş vasitədə xalqımızın içinə yaya bilək. Buna görə, bəlkə buna görə martın 8-i bizim üçün və bizim xalqımız üçün və hətta bizim hərəkatımız üçün daha qutlu olur. Ona görə 8 mart qutlu olsun.